Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Və salatu və selamu alə əşrafil ənbiya və seyyidil mursalin. Nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Həqiqətən qardaşımız çox gözəl, mühüm bir məsələyə toxundu. Bəli, son zamanlar biz də eşitirik ki, görürsən, bəzi insanlara görürsən, əcnəbilərə, xaricdən gələn və yaxud da daxildə olsun, fərqi yoxdur. Bilməyən insanları görürsünüz ki, yəni fürsətdən istifadə edərək onları aldadırlar. Yəni 5 manatlıq şeyi görürsən 50 manata. Məsələn, 3 manat gedəcək bir yeri görürsən 30 manata. Və yaxud da görürsən 5 manat satılan bir yerdəki məhsulu onu aparır 50 manata satılan yerdən ona təklif edir. Çünki bilmir. Bilmədiyindən istifadə edib orada qazanc əldə eləmək istəyir. Bəli, bu son zamanlar çox eşitirik bunu. Bəzi insanlar bunu edirlər. Allah hidayət versin. Həqiqətən də bu böyük bir məsələdir. Ciddi bir məsələdir. Ciddi bir məsələ. Nəyə görə? Birinci növbədə bir müsəlman, bir mömin, bir müsəlman yalandan uzaq olmalıdır. Yalanın hər növündən. Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, mömin, müsəlman yalan danışmaz. Hansı bir, ola bilər insanın hansısa bir günaha düşə bilər, düşməməlidir, ancaq yalan olmamalıdır. Sonra möhtərəm qardaşlar, ikinci ən əsas məsələ odur ki, biz birinci dinimiz bizlərə buyurur ki, yalan olmaz, müsəlmanıq, bizə yalan danışmaq olmaz, aldatmaq olmaz. Ən əsası budur. Bundan çəkinməliyik. İkincisi isə biz hər birimiz ölkəmizin bir səfiriyik. Bu da mühüm məsələdir. Biz harasa gediriksə və bizim ölkəmizə kimlərsə gəlirsə, biz ölkəmizi, bu gözəl, mübarək ölkəmizi, bu bərəkətli diyarımızı insanlara gözəl təqdim eləməliyik. Onları aldatmaqla biz özümüzü aldadırıq və eyni zamanda biz xalqımızı təmsil edirik. Biz diyarımızı təmsil edirik, ölkəmizi təmsil edirik. Və yaxud hansısa bir əcnəbini hansısa birimiz aldadırıqsa, deməli biz artıq ölkəmizə bir ləkə getiririk. O insan ölkəmiz haqqında mənfi düşünür. Ölkəmiz haqqında xoşa gəlməz fikirlər yaranır orada. Onun səbəbkarı kimdir? Bizik onun səbəbkarı. Və beləliklə, möhtərəm qardaşlar, beləliklə artıq biz ölkəmizi səhv təmsil eləmiş oluruq. Yalanla təmsil eləmiş oluruq. Və ona görə bir qaydanı bilməliyik ki, hər bir insan, hər bir müsəlman, hər bir vətəndaş öz ölkəsinin səfiridir. Onu düzgün təmsil eləməlidir. İnsanları aldatmamalıdır. İnsanlara yanlış forma, sürət verməməlidir ölkəmiz haqqında, xalqımız haqqında. Ona görə bu məsələlər çox ciddi, qardaşımızın gətirdiyi bu məsələlər çox ciddi və mühüm məsələlərdir. Görürsən, sonra o insanlarda mənfi bir rəy yaranır xalqımız haqqında. Onun səbəbkarı kimdir? Sənsən. Bizik, əgər etmişiksə əgər. Və onunla düşün ki, sən sağlam, düzgün düşüncəli insanların haqqına girmiş olursan. Sən bir insanı aldadırsansa, sən yalnız özünü aldatmırsan, yəni onu aldatmış olmursan yalnız. Sən artıq ölkəni və insanlarına xələl gətirmiş olursan. Sən onu düşünməlisən. Və yaxşı insanların haqqına girmiş olursan. Və bir yerdə soruşanda ki, bəs filan kəs ölkədəndir və görürsən, onun adına, onun sənin etdiyin o əmələ görə insanlar ona pis baxırlar. Ona görə bu məsələ çox mühüm məsələdir.
Hər şeydən öncə də bizim dinimiz ən gözəl dindir, İslam dini. İslam dini bir çox ölkələrə müsəlmanların əxlaqı ilə yayılıb. Böyük bir ölkələr olub, İndoneziya kimi böyük ölkələrə bir tacirin, bir müsəlmanın gözəl əxlaqı ilə, düzgün davranışı ilə, düzgün ticarəti ilə, əxlaqı ilə yayılıb. Və düşünün ki, bir insanın etdiyi əməl böyük bir topluma zərbə vurur və yaxud da ki, yaxşılıq etmiş olur. Və sonunda bir hədislə tamamlamaq istəyirəm. Bu məqamda, bu haqda Allah Resulü sallallahu aleyhi və səlləm buyurur ki, Mən sənnə sünnətən həsənətən fələhu əcruhə və əcru mən amilə bihə ilə yevmil qiyamə. Kim bir xeyrə səbəb olarsa, yəni bir sənin əxlaqından, sənin davranışından, sənin düzgünlüyündən insanlar bəhrələnibsə, kim bir xeyrə səbəb olarsa, yəni bu xeyir bu nəzərdə tutulur. Və onu insanlar edərlərsə və sən bütün o insanlardan səbəbkar sənsən, onların hər birisindən sənə savab gəlir və onların da savablarından heç nə əksilmədən. Düşün, nə gözəl xeyirdir. Bir xeyrə səbəb olursan və beləliklə bütün o sənin öyrətdiyin insanların savabları da sənə gəlir. Və eyni zamanda hədisdə Allah Resulü buyurur ki, sallallahu aleyhi və sələm, Mən sənnə sünnətən səyyiətən fələhu vizruhə və vizru mən amilə bihə ilə yevmil qiyamə. Və kim bir pis iş görərsə, pis işə səbəb olarsa, ona qapı açarsa və onu edən bütün insanlardan sənə də günah gələr. Və kim onun səbəbkarı kimdir? Sənsən. Və o səbəbkar sən olduğun üçün bütün o insanlardan sənə də günah gəlir. İlə yevmil qiyamə. Mühüm məsələ də budur, qiyamətə qədər. Milyonlarla insanın günahını yüklənmiş olursan və qiyamət günü onların haqqını verə bilməyəcəksən. Ona görə insan çox düşünməlidir, diqqətli olmalıdır. Hər zaman xeyrə qapı olmalıyıq. Şərə qapı olmamalıyıq. Ola bilsin əcnəbidir, gəlib sənin ölkəndə qonaq gəlib. Allah qonağıdır, gəlib sənin diyarına, sənin ölkənə, evinə. Burası hamımızın evidir, vətənimizdir. Biz burada, bu evimizdə düzgün nümunə olmalıyıq ki, o insanlarda pis surət yaranmasın. Və deməsinlər müsəlmanlar Allahdır. Ne demirlər, filan xalqın insanları bizi aldatdı, bizə belə etdi. Və beləliklə, yaxşı insanlarımız çoxdur, əlhəmdülillah. Bu yaxşı insanların haqqına girmək olmaz. İnsan bir əməl etdikdə çox düşünməlidir ki, mən bunu yalnız özüm üçün etmirəm. Və xalqımın, millətimin, dinimin adını batırıram. Ona görə möhtərəm qardaşlar, bu mühüm məsələyə diqqət eləməliyik. Allah hər birimizə faydalanır.